artıq istirahət eləmək, dincəlməyə bir növ meyillənib hazırlaşır. Studiyada isə bu saatların daimi söhbəti günün ikinci yarısına gedən vaxtın deyərdim ki ayrılmaz yol yoldaşı Kənan Məmmədlidir. Bugün də maraqlı mövzumuz var. Danışacağıq, müzakirə edəcəyik. Bir növ həm özümüzü iş həftəsinə hazırlayırıq, eyni zamanda dincəlmək üçün yumuşaq keçid də saya bilərik bugünkü mövzunu. Bu dəfə söhbət nədir? Söhbət budur ki, bütün həftəni işləyən, yorulan, nə bilim o ünsiyyətdən, səsküydən dincəlmək istəyən hamının yenilənmək üçün bir fasiləyə ehtiyac var. Siz də bəlkə də hiss eləmişsiniz ki, bəzən nə qədər çalışsan da işlərin keyfiyyəti düşür aşağı. Yəni enerjiniz azalır. Bu özümüzdən asılı olmur. Çalışırıq ki, necəsə tonsu yüksək tutaq, daha məhsuldar olaq, amma aşağı düşə bilir bu. Bunun səbəbi çox vaxt motivasiya itkisi ilə əlaqələndirilir. Tam dəqiq bu da deyil, amma bununla əlaqələndirilir. Bəs gərgin iş və həyat şəraitində daim motivasiyada qalmaq üçün necə eləyə bilərik? Mümkündür ümumiyyətlə bu. Bugün həm bütün bu məsələləri müzakirə eləyəcəyik, həm də mümkün olduğu qədər motivasiyanı necə qorumaq və məhsuldarlığı artırmağın yollarını birlikdə öyrənəcəyik. Bəlkə də bu mümkün deyil, amma necəsə bunu tətikləmək üçün müxtəlif üsullar var. Bunlardan danışacağıq. Studiyamızın qonağı bugünkü ekspertimizə gəlincə Studiyamızın bugünkü qonağını qarşılayaq. Bugünkü qonağımız ICF Coach Zümrüd Əsədovadır. Hər vaxtınız xeyir olsun Zümrüd xanım. Hər vaxtınız xeyir olsun. Xoş oldu sizi görmək. Çünki bugün həm dediyim kimi şənbə bazar üçün müəyyən nələrsə öyrənə biləcəyik ki, necə eləyə bilərik ki, iş həftəsi üçün daha məhsuldar olaq. İnsan uzun müddətli motivasiyasını necə qoruyub saxlaya bilər? Ümumiyyətlə belə bir şey mümkündür və yaxud belə soruşum da, insan daim motivasiyada qalmalıdırmı? Bugünü nəzərə alsaq, hər kəsin motivasiyası istirahət etməyədir. Amma yenə də biz iş motivasiyası haqqında danışacağıqsa, özünüz də başa düşürsünüz ki, enerji elə bir şeydir ki, yəni artır, azalır, daimi eyni səviyyədə qalması biraz çətin məsələdir. Bu da normaldır, çünki biz yeyirik, yatırıq, enerjini toplayırıq ki, yenidən başlaya bilək. Və buna biz nə qədər normal qəbul ediriksə, bir o qədər dinamik saxlamaq ehtimalımız çoxalır. Amma buna bir problem kimi baxırıqsa, biz əksinə daha da özümüzü çətinə salırıq. Çünki biz öz strukturumuzu nə qədər yaxşı başa düşsək, beynimizin düşünmə tərzini nə qədər yaxşı başa düşsək, o qədər yaxşı idarə edə bilirik. Çünki bizdə enerji nə zaman oyanır? Beynimizin düşüncələr gedir və düşüncələrə əsasən bədəndə reaksiya yaranır. O reaksiyaya əsasən enerji gəlir və enerjiyə əsasən həmən işi görə bilirsiniz. Düzdür? Yəni düşündüyümüz bir şey bizə sanki motivasiya verməlidir ki, yekunda daha məhsuldar olaq, yoxsa biz düşünəndə artıq o strategiyasını cızmalıyıq ki, bunu belirləyəcəm, növbəti addım bu olacaq, yox, növbəti addım bu olacaq. Necə olmalıdır ümumiyyətlə A'dan Z-yə proses? A'dan Z-yə biraz fərqli ola bilər. Yəni biz birbaşa bədəndə enerjini oyada bilərik. Məsəl üçün rəqs ilə və yaxud da ki, rahatlama texnikaları ilə və yaxud da ki, düşüncə ilə. Hər iki tərəfdən buna yanaşmaq olar. Çünki bu enerji bədəndədirsə, bunu oyatmağında fərqli üsulları ola bilir. Amma düşüncə təbii ki, bunu daimi olaraq aktiv saxlamağa şərait yarada bilir. Çünki bizə düşüncəmizə əsasən gəlir enerji. Əgər bir hədəfimiz yoxdursa, ona bir enerji gəlmir. Elementar olaraq bir çay istəyirsiniz. Aha. Siz birinci beyninizdə o çayı təsəvvür edirsiniz. Necə ki, gedib o çayı götürəcəksiniz. Bədən ki, o məlumatı alır və durur, gedir, başlayır o çayı sizə gətirməyə. Amma prosesdən həzz almayan insanlar üçün ümumiyyətlə fikirləşəndə həvəsdən düşə bilər ki, dur, get, nə bilim, dəmi götür, çayı süz. Yəni uzun bir proses gəlir. Bəzən də bəzi mütəxəssislər məsləhət gördüyü şey nəticədən həzz almağa fokuslanmaqdır. Bilmirəm nə dərəcədə doğrudur bu. Məsələn, çay içəndən sonra necə həzz alacaqsan, onu düşün və get elə. Düzdür, mən daha çox prosesdən həzz almağı düşünürəm ki, insan özünü fokuslamalıdır. Necə təlim tərbiyə eləməlidir ki, prosesin içində həzz ala bilsin. Çünki həmişə hədəfə fokuslanmaq istənilən halda o anı, günü itirmək və anda qala bilməməyə gətirib çıxarır. Həyat yalnız hədəflərdən ibarət deyil. Deyərdim ki, hədəflərə çatmaq ani bir yaşantıdır. Doğru. Ancaq proses daimi olan bir şeydir və biz prosesdə nə qədər yaşaya biliriksə, ondan nə qədər həzz ala biliriksə, bir o qədər
yaşayıram duyğusunu aktiv şəkildə daimi hiss eləyə bilirik. Yaşayıram duyğusunu nə qədər çox hiss eləyə biliriksə, enerjimiz bir o qədər artıq olur. Həzz almaqdan danışırıqsa əgər, həzz almaq üçün mən bilməliyəm ki, mənim bədənim, zehnim hansı nüanslarda, hansı prosesdə sevinə bilir, belə deyək. Əgər mən çay içmək istəyirəmsə, bunun bir hissəsi o çayın hazırlanmasıdır. Doğru. Yəni bunu tam olaraq dərk edəndə insan özünə ayırdığı o dəyəri, o zamanı belə sevə bilər. Çünki mən çay istəyirəm və özümə bunu etmə qabiliyyətim var bu dəqiqə. Mən bunu bacarıram, bu məndə alınır və mən nəticədə özümə o çayı süzə biləcəm deyə. Zehin əgər bundan həzz ala bilirsə, həm prosesdən zəvq ala bilir, həm nəticədən. Ancaq insan yalnız köklənibdir ki, həyatdan nəyisə qoparda bilsin, əldə edə bilsin. Təbii ki, orada köklənir yalnız nəticəyə. Çünki o nəticəni kiməsə göstərməlidir ki, desin ki, məndə alındı. Amma özü həqiqətən özü üçün eləyirsə, o artıq prosesdən də həzz almağa başlayır. Çünki nəticə önəmli olduğu qədər prosesin özü də önəmli olur o insan üçün. Nəticə hədəfli olub prosesdən həzz almağa yönəlmək lazımdır. Belə başa düşdüm məsələni. Hər ikisi dəyərlidir. İstəyərdim bu məqamda nömrələri xatırada. Ola bilsin dinləyicilərimiz də bizə qoşulacaq. Mənim suallarım var. Bilmək istəyirəm ki, siz dəyərli dinləyicilər, motivasiyanızı necə qoruyursunuz? Hansı üsullarla? Hər gün enerjili qalmaq üçün hansı vərdişləriniz var? Zəng vura bilərsiniz bizə 15 10 55. Həm mənim suallarıma cavab verə bilərsiniz, həm də bugünkü qonağımız ICF Coach Zümrüd Əsədovaya suallarınız varsa ünvanlayın, cavablayacaq. Yaxşı, belə bir şey deyim. İnsanların həvəslə başlayıb, sonra dayanmasının əsas psixoloji səbəbləri nələr? Çünki əksər insan belədir. Mən həyatımda hədsiz çox belə şeylər yaşamışam. Məsələn, çox həvəslə başlamışam hansısa bir alətdə ifa eləməyə, bir müddət ifa eləmişəm, onu öyrənmişəm və sonra bilmirəm, böyük səhnələrə mi çıxmalıymışam, yoxsa nə idi, yarımçıq buraxmışam onu. Yaxud da hansısa bir idman növündən müəyyən bir yerə kimi gəlmişəm, müəyyən, nə bilim, çempionatlarda iştirak eləmişəm, sonra yarımçıq qoymuşam ona. Həmişə həyatımda müəyyən bir başlanğıclar və sonradan belə də ruhdan düşmələr olub. Bu mexanizmləri düzgün başa düşmək üçün nəyi bilməliyik ki, məsələn, mən özümü bu məsələdə nümunə göstərdim ki, bəlkə də bizi dinləyənlər arasında da eyni həvəslə başlayıb, bir müddət ilərləyib, hətta uğur əldə eləyəndən sonra o işi yarımçıq qoyanlar var. Gəlin səmimi danışaq ki, insanın nəyisə sadəcə belə deyə prob eləməyə haqqı var. O vacib deyil ki, mən burada alınıbsa nəsə, demək ki, ömür boyu bununla məşğul olmalıyım. Mən onda sınamağı sevirəm, onda belə çıxır. Bəlkə mən bilmək istəyirəm ki, məndə musiqi necə alınır, mən idmanda necəyəm, mən özümü tanımaq üçün gedirəm, mən özümü daha çox kəşf etmək üçün gedirəm. Əgər o kəşf etdiyimi həyatımda saxlamaq istəyəcəmsə, o mənim üçün aktuallısa, o mənim həyatımda qalacaq. Amma sadəcə olaraq orada kəşf etdiyim məni artıq öz həyatıma tətbiq edə bilirəmsə, o mənə ehtiyac yoxdursa davam etməyə, onu davam etməyəcəm. Amma burada bir nüans var. Əgər mən həqiqətən də davam etmək istəyirəmsə, bir var həvəsimiz söndü deyə özümüzü qınayırıq. Bu bir başqa məsələdir. Məndə alındı, amma mən davam etmirəm və buna görə özümü qınayıram. Mən özümü qınayıram şəxsən. Məsələn, o müəyyən məsələlərdə yarımçıq qoyduqlarıma görə arar özümü qınayıram. Orada başa düşmək lazımdır ki, cəmiyyətin fikrinə mi həqiqətən ona görə mi qınayırsınız, yoxsa özünüzə görə? Yəni, mən bunu həyatımda yaşatmaq istəyirəm. Mən bunu var eləmək istəyirəm həyatımda. Mən tutaq ki, Kənan düzdür? Kənanın həyatında bunu görmək istəyirəm. Belə bir nüans varsa və əgər bu yoxdursa sizin davranışınızda, sual vermək lazımdır ki, mən nədən qorxuram? Daha sonra alınmamağından mı qorxuram, yoxsa onu özümə yaraşır şəkildə yaşatmamaqdan mı qorxuram? Məsələn, kitablarla bağlı belə bir şey var. Yarımçıq qoyduğum kitablara hər dəfə dönüb fırlanıb baxanda, hətta onun bir qismini kimlərsə hədiyyə eləmişəm ki, onlar o kitabları görməyim. Çünki hər dəfə görəndə özümü qınamağa başlayıram. Bilmirəm, qarışıq hisslər başlayır orada da. Utanç hissi var içərisində. Sən necə tənbəlsən başlayır, qınamaq başlayır özümə qarşı. Özümü çox pis hiss edirəm o yarımçıq qoyduğum kitablara. Çox maraqlıdır. İçinizdə Kənanı qınayan kimdir? Özümü qınayıram ki, yəni bunu başlamışdın. Axıra kimi niyə bitirmədin? Yox, o özüm kimdir? Yəni, o daha əvvəlki bir valideynin mi obrazıdır, hansısa sizi daim qınayan bir müəllimin mi obrazıdır, hansısa deyingən bir qonşu var idi, onun mu səsidir, beyninizdə ilişib qalıb. Çox maraqlıdır. Bunu heç düşünməmişdim ki, məni tətikləyən nədir? Həmin anda özümü qınamağa nə səbəb olur? Məsələn, indi sualınızdan hazırda verəcəyim cavab odur ki, sadəcə oxuduqlarımın bəziləri çox xoşuma gəlirdi.
axıcı idi. Amma tutaq ki, hansısa fərqli bir kitab gördüm, onun ardınca getdim, o birisi kitabı yarımçıq qoydum. Və beləcə, belə bir sikl davam elədi. Bunun ardınca başqa bir şey oldu, başqa bir vərdiş gəldi, kimsə arasa dəvət elədi, bir 2 həftə arası getdik, gəzdik, gəldik. Yəni belə yarımçıq buraxdıqlarım çoxdur həyatımda. Bəlkə də sözünüzün qüvvəti o, sınamağı çox sevirəm, başlamağı çox sevirəm. O başlanğıc məqamında çox həzz alıram. Amma sonra nə baş verir, orasını hələ tuta bilməmişəm ki, nə baş verir, niyə yarımçıq qoyuram? Orada başda baxın ki, mən nə yaşayıram? Mən hansı emosiyanın axtarışındayam? Bəlkə sadəcə olaraq həyatda var olanların dadına baxmaq mənə maraqlıdır. Bu yarımçıq qoymaq deyil bəlkə. İnsan çox maraqlı məxluqdur. Beynimiz hədsiz qəliz bir orqandır və o qədər fərqli sahələri, o qədər fərqli istiqamətləri, spektrları, vektorları var ki, ümumiyyətlə baş açmaq hələ ki mümkün deyil. İstəyərdim dinləyicilər də öz daxili aləmlərinə bir işıq salsınlar, diqqətlə baxsınlar və müəyyən eləsinlər, görsünlər ki, onları motivasiyalarını qorumağa sövq eləyən, motivasiyalarını qorumağa həvəsləndirən nədir? Hansı vərdişlərə necə qoruyurlar? Hər gün enerjili qalmaq üçün bəlkə də çox işə yarayan, effektiv üsulları var. Onları da bizlə bölüşsünlər. Mövzudan yayınmayaq. Qətiyyən elə bir fikrimiz yoxdur. Çünki danışdıqlarımız gündəlik həyatımızda, iş həyatımızda, ailə həyatımızda, fərq eləməz həyatımızın hər sahəsində işə yarayan və əlimizdən tutan məsələlərdir. Daha çox coachluq deyiləndə insanların bugün fərqli coachluq növləri var və bugün insanların uğur qazanmaq üçün ən çox müraciət elədiyi sahələrdən biri coachluqdur. Çünki ən uğurlu insanların özlərinin də əyani, yaxud qiyabi, yaxud ümumiyyətlə belə deyə də özünə mentor kimisə seçir, amma o insanın özün xəbər olmur. Məhz bugün buna görə ICF Coach Zümrət Əsəbova bizləndir və bugün danışdığımız mövzular gələcək həyatımızda atacağımız addımlar, verəcəyimiz qərara müəyyən mənada təsir eləyə biləcək məsələlərdəndir. İstəyərdim dinləyicilərə sualları ünvanlayaq, onlar da qoşulsunlar. Bilmək istəyirəm ki, siz dəyərli dinləyicilər, sizin motivasiyanızı necə qoruyursunuz? Söhbət ondan gedir ki, baxın elə bu danışdığımız məsələ. Məsələn, Nigar xanım dedi ki, kənarda motivasiya vermək olmur, insanın ya daxilindədir, ya da ümumiyyətlə yoxdur. Ya var, ya yoxdur. Bu məsələyə münasibətiniz necədir? Yaxud da ki, sizin sahənin coachları insanlara necə bələdçi olurlar, necə dəstək olurlar, əgər yoxdursa da mənim motivasiyam bir şeyə, necə həvəsləndirirlər? Ümumiyyətlə, hər psixoloqun öz psixoloqu var. Coachların da supervisorları var ki, onlara həmişə tonusda qalmağa, dəstək olmağa dəstək olurlar. Və bu da normaldır. Nəyə görə? Səhər duranda saçınızı özünüz düzəldirsiniz. Heç kimi gəlib saçınızı düzəltmir, amma bunun üçün güzgüyə ehtiyacınız var. Yəni hər şey onsuz da özünüz eləyirsiniz. Amma bir güzgüyə ehtiyacınız olur ki, özünüzü görəsiz, dərk edəsiz və istədiyiniz formaya gətirib sala biləsiniz. Yəni saçınızı hörəcəksiniz və yaxud da ki, sadəcə darayıb tökəcəksiniz. Fərq etmir. Amma bunun üçün bir güzgü lazımdır. Yenə də iş sizə düşür. Yəni coach gəlib onu eləmir. Sadəcə olaraq o güzgülüyür, səni göstərir. Əyrisini, düzünü, nə mümkündür, onları o coach vasitəsilə görə bilirsən və istədiyini sonra reallaşdıra bilirsən. Təbii ki, insan yetəri qədər özünü yaxşı tanıyırsa, bəlli bir yerdən sonra özünü yetəri qədər motivasiya verə bilir, dəstək ola bilir. Çünki o öz mexanizmini yaxşı bilir. İşləmə mexanizmi, bədəninin strukturunun işləmə mexanizmini yaxşı bilir. Amma zaman-zaman təbii ki, dəstəyə ehtiyac olur. Amma burada bir maraqlı nyans var idi. Dedi ki, xanım dedi ki, uşaqlar bilmir nə istəyirlər və siz də dediniz, məsəl üçün onu gedirəm eləyirəm, buna baxıram, bu kitab oxuyuram, bu idmandır, musiqidir və s. Əslində biz uşaqlıqdan bunu yaşamalıyıq. Fərqli idmanlara getməliyik, fərqli incəsənət növləri ilə məşğul olmalıyıq. Özümüzü sınamalı və tanımaq üçün münbit bir mühit yaradılmalıdır. Bəli. Ki, mən musiqidə necəyəm, mən idmanda necəyəm və s. Mən özümü nə qədər çox tanıyıramsa, bir o qədər də mən özümü yaşada bilirəm. Çünki mənim enerjimin harada yüksəldiyini, harada azaldığını, harada məndə yaradıcılıq aktiv dərəcədə artır, bunu özümdə kəşf eləyə bilirəm. Çox maraqlıdır ki, biz uşaqlıqdan
Məsələn, dərnəklərə yazılırıq, nə bilim, idmanla məşğul oluruq, amma böyüyəndə belə bəzən məncə bu tək məşğul olmaq, özünə məşğul olmaqdan ziyadə biraz da bizi doğru müşahidə eləyən böyüklər lazımdır. Müşahidə ilə bizim güclü tərəflərimizi inkişaf elətdirməyə çalışan. Çünki bizi həmişə, məsələn, bu tez-tez müzakirə olunan mövzulardan biridir ki, biz məsələn riyaziyyatdan zəifi biz aparıb riyaziyyata yazdırırlar hazırlığa ki, uşağın riyaziyyatı geri qalmasın. Amma əslində o ədəbiyyatı daha çox sevir. Yəni ədəbiyyata yönləndirmək lazımdır. Məncə biraz da burada axsaqlığımız var. Cəmiyyət olaraq, coğrafiya olaraq biraz bu övlad yetişdirməsində. Çünki biz uşaqları böyüdürük də, yetişdirmirik. Yəni onlar fizik olaraq böyüyürlər. Bəli. Amma güclü tərəfləri daha da güclü eləyib, onu unikallaşdırıb, genialni bir uşaq yaratırıq da. Yəni onun hər birinin bacarığını üzə çıxartmaq daha təbii ki faydalı olar uşağın özünə də. Bəs yaxşı, bir insan heç bir enerjim yoxdur, heç nə eləmək istəmirəm. Baxın, bu sözləri deyirsə, onun üçün ən sağlam ilk addım nədir, hansı olmalı? Pratik gəlin nümunələrlə izah eləyək bunu ki, məsələn, bu addım atmalı, ardınca bunu eləməlidir, bunu eləsə daha yaxşı olar. Nəyisə eləməsi üçün, düzdür? Bəli, praktik olaraq, məsələn, heç bir enerjim yoxdur, tükənmişəm, heç nə də eləmək istəmirəm. Maraqlı niyaz bilirsiniz nədir? Bunu həll eləmək üçün heç nə etməmək lazımdır. Yəni insan özü... Ən azından 5 dəqiqə əyləşirsiniz, amma heç nə etmək olmaz. Nə telefona baxmaq, nə televizora baxmaq, nə heç kimlə danışmaq və heç nəyi təhlil etmədən sadəcə oturanda insan bir 5 dəqiqə, 10 dəqiqə sonra ürəyə sıxılır. Nəsə etmək istəyir. Nəyə görə? Çünki insan enerji mənbəyidir. O daim nəyisə etməyə öyrəşən bir varlıqdır. Və o əgər daim olaraq telefonda şortlara baxırsa, reelslara baxırsa və yaxud da ki, nəyisə dayanmadan fikirləşib təhlil eləyirsə, onun enerjisi xərclənir, özünün heç xəbəri yoxdur. Bilmirəm. Yəni mən yəqin bu planetdən deyiləm, çünki mən günlərlə yata bilərəm. Yəni rahatlıqla yata bilərəm. Yatmaq başqa mövzudur. Heç nə etməmək dedim. Etməmək dedim. O etməkdir, o yatmaqdır. Siz artıq sistemi söndürürsünüz, sistem sönür. Bir də var ki, mən oyağam, amma enerjimi heç nəyə sərf etmirəm. Bir neçə dəqiqə sonra məni başlayır bu narahat eləməyə, çünki mən nəsə etmək istəyirəm. O necə ki, uşaqlar dərs oxumamaq üçün acdım, çay istədim, su istədim. O enerji var əslində, amma mən onu dərsə yönəltməyə hal-hazırda hazır deyiləm. Ona görə gəl başqa bir şeylərə yönəldim. Biz bunu özümüzdə başa düşsək ki, biz onsuz da dayanmağı sevmirik. Biz lazım olan tərəfə enerjini... İnsanlar niyə reelsa baxır? Çünki əslində düşünmək istəyir, yeni məlumatlar istəyir, insanları kəşf eləmək istəyir, öyrənmək istəyir, dünya haqqında məlumat istəyir. Amma o qədər faydasız şeylərə, hətta zərərli şeylərə baxırlar. Yəni o dediyi biz məsələn... Ehtiyacını yanlış şəkildə ödəyir sadəcə olaraq. O yaşamaq istəyini, məlumat, insanların həyatında baş verənləri bilmək, nələr baş verir, onun içində olmaq əvəzinə sadəcə qıraqdan baxmağı seçir. Baxın, insanlar var ki, sadəcə kimlərinsə canlılarını TikTokda açırlar, orada 2 nəfər bir-birindən dalaşır, söyür, nə bilim, nəsə də xoşa gəlməz formada bir cərəyan ilə hadisələrə oturur, onlara baxır. Bəli. Onların motivasiyası nədir? O, deyək ki, paylaşma, onları baxmağa tətkiləyən qüvvə nədir axı? Niyə baxırlar? Burada qəribə bir nüans var, 2 variant var. Ya adam özü dalaşmaq istəyir, tapmır ki, kimləsə belə canlı kommunikasiyada olsun, kiməsə öz sözlərini deyə bilsin. Bir də təəssüf ki, ikinci versiyası nədir? O, dava dalaş içində çox böyüyüb və onun üçün əslində dava dalaş komfort zonadır. Yəni onun beyni fikirləşir ki, bu daha doğma bir şeydir. Və ona görə o dava dalaşa baxanda daha rahat olur, nəinki huzurlu bir videolara baxmaq. Məsələn, bir çox, yəqin ki, məni dinləyən dinləyicilərimiz də bunu evdə analarından, nə bilim, nənələrindən, yaxud həyat yoldaşlarından görürlər ki, kimsə orada canını açıblar, onlar orada iş görürlər. Nə bilim, yemək pişirirlər, tutaq ki, nəsə hazırlayırlar, salat düzəldirlər. Və soruşanda da ki, niyə buna baxırsan? Çoxunun bir cavabı olur ki, açmışam orada səs-küy olsun ki, nə bilim, danışsınlar, mən dişimi görüm. Musiqiyə qulaq asmaq olmaz. Yəni, niyə məhz kiminsə canlısını açıb baxırsan? Çünki musiqi, özünüz deyirsiniz, canlı deyil. Amma kiminsə videosu canlıdır. Yəni, orada kimsə var. Mən tək deyiləm. O 2 nəfər dalaşmağa xoş gəlir yenə də. Bu söhbət ayrı söhbətdir. Bəziləri də deyir ki, motivasiya olmadan disiplin insanı aparır. Yəni motivasiyan yoxdursa da belə, disiplinin varsa, davamiyyətin varsa, bu iş alınacaq. Sizin bu məsələyə yanaşmanız necədir? Razısınız bundan yoxsa yox və motivasiya olmadan davam eləmək mümkündürmü?
Mümkün olmağına mümkündür. Amma bunu uzun müddət eləyəndə emosional sönmə baş verə bilər. Hansı ki, ondan sonra təzədən oyatmaq çətin ola bilər. Yəni mən əgər artıq öyrəşirəmsə, ruhum oyaq olmadan davam etməyi bəlli bir yerdə ümumiyyətlə mən yaddan çıxardacağam ki, ruhumu necə oyaq saxlayım. Bir də var ki, mən bilirəm ki, mən bu işi ruhumun oyaq saxlaması üçün, yaşamaq eşqi üçün, missiyam üçün, var olmaq üçün, bacarığımı ortaya qoymaq üçün edirəm. Amma bugün nəsə keyfsizəm. Amma özüm üçün bunu yenə də bugün edəcəm. Bu disiplin, bu kontekstdə davam edirsə, təbii ki, bu məni sabah daha da güclü eləyəcək. Amma mən bunu eləməliyəm, mənə afərin deməlidirlər, mən bu pulu qazanmalıyam, mən kiməsə bunu sübut eləməliyəm və buna görə mən ruhumu söndürməyə də razıyamsa, bu disiplin təbii ki, bir müddət sonra insanı depressiyaya gətirib çıxardır. Baxın, o yanıma dediyimiz məsələdir də, çox sürətlə bir məsələni həll eləmək üçün enerji tükədirsiniz və yekunda yanırsınız. Baxın, onu eləməmək üçün daimi motivasiya olmalıdır. Ya kiməsə nəsə sübut eləyirəm, ya da mən sadəcə olaraq özümə, öz potensialımın bu həyatda nələr yarada biləcəyini göstərirəm. Hansı doğrudur bunun? Təbii ki, öz potensialını. Bilirsiniz necə? Bir var ki, mən yaşayıram və burada özümü kəşf etməklə yanaşı reallıqda özümün bacarığının necə görsənə biləcəyinə baxıram. Bir musiqi şəklində, bir sənət əsəri şəklində, bir kitab şəklində, bir veriliş şəklində. Bu mənəm və mənim potensialımın bir gözə görsənən hissəsidir. Amma insanlar da buna deyirlər ki, filankət çox egoludur, öz-özünə daim nəsə. Yəni, siz özünüz üçün çalışsaz belə, tutaq ki, xanım var, öz üçün çox gözəl bəzənir, hər gün düzənir, nə bilim, geyinir, keçinir və çox ciddi bir prosesdir də bu. Nə bilim, hansı ayaqqabım, hansı çantamla uyğun gəlir, hansı kəmərim, hansı geyimimlə uyğun gəlir. Yəni, bunu böyük bir ritual kimi həyata keçirir və yekunda, ətrafında belə bir şey olur ki, çox egoludur. Bu özünü kimə göstərir? Nə bilim, yəni belə yanaşırlar bu məsələyə. Burada yenə də cəmiyyətin yanlışıdır. Bir neçə versiyası var. Ya xanım həqiqətən də özü bu vizual görüntüdən çox böyük zövq alır və o enerjini əslində vermir ki, mən egoluyam. Sadəcə olaraq bundan çox zövq alır. Geyimin misal üçün gətirir. Başqa şey də ola bilər. Başqa şey də ola bilər. Heç bir fərqi yoxdur. Və insanlar da ondan zövq ala bilər. Ondan misal ala bilər və özləri də səliqəli, gözəl görsənə bilər. Bir də var ki, insanın o qədər təsdiqə ehtiyacı var ki, ona görə saatlarla vaxt sərf eləyir ki, ona desinlər ki, sən gözəlsən. Öz-özünü bəyənmir nədirsə. Bəli. Yazanlar nə deyir? Yazanlar var bizə 070 515 1055-ə siz də yaza bilərsiniz. Sualım buydu ki, siz motivasiyanızı necə qoruyursunuz? Hər gün enerjili qalmaq üçün hansı vərdişlər, rituallar, addımlar, nə bilim, musiqilər fərq eləməz, hansı üsuldan istifadə edirsə bizlə də bölüşün. Bir videoda görmüşdüm ki, mütəxəssis hər axşam yatmazdan əvvəl səhər gözəl gün olacaq, möhtəşəm hadisələr olacaq. De, düşün, yat və möcüzələrə inan. Bu doğrudur. Maraqlı üsuldur. Yəni, axşam yatmazdan öncə bu fikirləri təkrarlamaq, yaxud səsləndirmək nə dərəcədə işə yaraya bilər? Köklənmək. Sadəcə səsləndirməklə kifayətlənməyək, beynimiz ona kökləyək. Nəyə görə? Çünki bizim demək olar ki, sonuncu beynimizdəki cümlələr nədirsə, səhərə qədər eyni radio kimi o da təkrarlaya gedir. Səhərə kimi təkrarlanır. Ona görə də deyirlər ki, yatmazdan öncə 1 saat ərzində videolara, filmlərə baxmaq olmaz. Sadəcə daha relaks nələrləsə məşğul olmaq olar ki, beyin dincəlsin və məlumat təmiz olsun beyində. Çünki səhərə qədər artıq orada proses gedir. Və axşam biz elə bir ki, sifariş veririk ki, səhər bizim beynimiz nəyə köklənmiş olsun. Ona görə də axşam beynimizə verdiyimiz tapşırıq sabahki günümüzü artıq müəyyənləşdirə bilir. Çox önəmli məsələyə gəldi. Çünki beynin fəaliyyəti, bəzən deyirlər ki, yatanda beyin yatır, yatanda beyin yatmır, daimi fəaliyyətdədir. Hətta bununla bağlı bir neçə nümunə var. Məsələn, Mendeleyevin son 2 elementi tapmağında yuxuda tapdığı bildirilir. Çünki gün ərzində o qədər işləyib, o qədər tapmağa çalışıb, tapa bilməyib, amma beyin yatdığı zamanda həmin o həlli axtarıb, tapıb ortaya çıxarıb və beyin fəaliyyətdə olub. Yaxud yuxuda əsər bəstələyən bəstəkarlar var. Gün ərzində onsuz da iş saatında işləyiblər, nəsə alınmayıb, sonraki açıq qalan o boşluqları yuxuda beyin tam belə sakit fazasında doldura bilib. Yaxud biz beyin koçlarından Jim Quick'in adını çəkə bilərəm ki, onun daimi tövsiyə elədiyi üsullardan biri hər gün yuxudan duranda ilk iş nəsə yazmaqdır. Yanınızda
qeyd kitabınız olsun. Çünki yuxularınız sizə nələrsə deyir, beyində həll olunmalı məqamlardan nələrsə xəbər verir. Sadəcə siz anlamağınız üçün onlara diqqət eləməlisiniz deyirdi. Bu söhbət ayrı söhbətdir. Bəs yaxşı, praktiki müşahidələrinizi istəyirəm bölüşəsiz. Nələrdir? İnsanların ən çox çətinlik çəkdiyi nöqtə hardadır və siz onları necə istiqamətləndirirsiz? Nədə daha çox çətinlik çəkir insanlar həyatlarını həll eləməyə? Məsələn, hansı problemlə mi deyim, hansı sualla mı deyim, hansı şikayətlə gəlirlər? Daha çox nəyə həll eləmək istəyirlər? Münasibət. Münasibətlər, yəni qadın-kişi münasibətlərindən söhbət gedir. Əsasən münasibət, qadın-kişi münasibəti olur. Hamının yaralı yerinə dönüşür. Çünki biz uşaqlıqdan kommunikasiyanı düzgün öyrətmirik. Sonra işə də bütün bunları daşıyırlar. Məsəl üçün kimsə işdə kobudluq eləyəndə mənə evdə də kobudluq eləyirlər, orada da kobud, hər şey qarışır bir-birinə. Çünki insan kommunikasiyada yaxşı deyilsə, istərsiniz bu hər şeyə yansıyır. Həm işdə, həm şəxsi həyatda, həm övladla olan münasibətdə, qonşu ilə də olan münasibətdə fərq eləmir. Ona görə deyərdim ki, ən çətin insanlara ən çətin alındırdıqları sırf kommunikasiyadır. Çünki insan özünü ifadə etməkdə çox böyük çətinlik çəkir və qarşısındakı insanı anlamaqda çox böyük çətinlik çəkir. Çünki həmin anda ya qorxuları oyanır, ya ehtiyacları oyanır, ya da tələbləri oyanır. Əsasən də tələbləri oyanır. Ona görə də çətinlik çəkirlər. Yəni məsəl üçün o sadəcə olaraq qarşısındakı insan öz fikrini deyəndə bu ondan xoşuna gəlmir axı. Mən hədəfimə çatmıram. Ona görə də başlayır ya spor eləməyə, ya söhbəti elə aparmağa çalışır ki, səndən istədiyinə nail olsun. Yəni dinləmə qabiliyyəti yoxdur da, bir-birini dinləsin, başa düşməyə çalışsın. Dinləmək, başa düşmək, doğru formalaşmış empatiya. Çünki bəzən empatiya normadan artıq olanda insan özünü də eşitməyə azaldır, yalnız ətrafındakiləri eşidir. Ona görə də bu balanslaşmış münasibət formalaşması cəmiyyətimiz üçün ümumiyyətlə çox lazım olan bir nüansdır. 11-15 deyir ki, idman eləyirəm hər gün. Səhər deyir, naharda da meyvə yeyəndə motivasiya yüksək olur. Meyvə yeyir. O bu üsuldan istifadə edir ki, hər gün idman eləyir. Təbiət enerjisindən istifadə eləyir. İdman eləyir və meyvə yeyir naharda və buna görə maraqlı üsuldur. Əslində məndə də var. Yəni həqiqətən də enerjim əskik olanda mən meyvə yeyəndə o belə deyək də o enerjini hiss eləyirəm. Çünki təbiətdən gələn bir enerjidir, günəşdən gələn enerjidir, torpaqdan gələn enerjidir və biz meyvəni yeyəndə birbaşa əslində o enerjini içimizdə oyada bilirik. Ona görə də havada olmaq, meyvə yemək enerjimizə yaxşı təsir eləyir. Bəzən də qəzəb, bezginlik və ya məsələn stres insanı hərəkətə gətirə bilir. Yəni insan stresə düşür və daha çox hərəkət eləyir və hərəkət elədikcə də müəyyən bir uğur qazana bilir. Sizcə negativ emosiyaları motivasiyaya çevirmək mümkündür? Yəni bu qəbildən olan o negativ deyək ki, enerjini motivasiyaya çevirmək, emosiyaları motivasiyaya çevirmək mümkündür? Bunun təhlükəli tərəfləri varmı, nələrdir? Burada maraqlı nüans sizə deyim nədir? Ümumiyyətlə mənfi heç nə yoxdur. Aqressiya da yoxdur. Bunun altında həmişə müsbət niyyət var. Əgər mən səni kobudlayıramsa belə, mənim əslində altda müsbət bir niyyətim yatır. Yox, səninlə dost olmaq. Yox, kimləsə dalaşırıq. Dalaşırsan, amma yenə də ora enerji sərf eləyirsənsə, bu o deməkdir ki, sən ya ondan nəysə istəyirsən ki, o səni ya başa düşsün, ya sənə inansın, ya səninlə nəsə yaratsın. Çox belə uyğun gəlməyən bir misal çəkəcəm. Buyurun. Sosial şəbəkələrdə rastımıza çıxan kimsə kiminsə küçədə döyməyi var, nə bilim, kişinin qadını döyməyi var, polisin vətəndaşı döyməyi var, tutaq ki, görüntülər çıxır, zorakılıq faktları var. Belə bu cür zorakılıq deyək ki, kadrlarına şahid oluruq. Burada da mı içində bir dostluq, bir müsbət nəsə var? Orada müsbət niyyət nədir məsəl üçün? Kökündə mən sevilmək istəyirəm, mən görülmək istəyirəm, mən dəyərli iş görmək istəyirəm və yaxud da ki, mən istəyirəm ki, fərqli ola bilər. Yəni o göründüyü zorakılıq olsa belə, əgər göz görünən yerdə kiməsə şiddət edirsə, bu gözündən görünən tərəfi çox negativdir. Eyni zamanda ifadə olunması da pis bir şeydir təbii ki. Amma onun altında həmişə yatan ya sevgi ehtiyacı olur, ya diqqət ehtiyacı olur. Amma bunu necə müsbətə yoza bilirsiniz ki siz? Yəni göz görə zorakılıqdır bunlar. Yəni cəmiyyət üçün bəli. Amma o insan onu başa düşüb müsbət tərəfə çevirə bilər. Yəni zorakılığa məruz qalan insan
onu müsbət tərəfə çevirə bilər. Məruz qalan deyirsiniz, yoxsa zorakılıq eləyən deyirsiniz? Yox, fərq eləməz. Məruz qalan. Fərq eləməz, hər ikisindən Yəni söhbət əgər gedir. sən aqressivsənsə, sən başa düşməlisən ki, bu sənin hansısa ehtiyacından irəli gəlir. Yəni sən istəyirsən ki, sevəsən və seviləsən. Kimsə Çünki əmrə aqressiya tabidir. sevgidəndir. Amma kimlərsə əmrə tabidir. Deyirlər ki, get filan kəsi tut, gətir bura. Cinayətkardır tutaq ki. O da onu gedir zorakılıqla gətirir. Yəni təbii ki, xoşluqla gəlmək istəmir. Təbii ki. Gedir zorakılıqla tutur gətirir. Orada işləməyi seçir adam və o funksiyaları yerinə yetirməyi. Amma adamı dindirsə deyəcək bir tikə çörəyə möhtacam da, mən neyniyim? Mən də balalarımı doyuzdurmaq istəyirəm. Mən də balalarıma çörək aparmaq istəyirəm. Rollar fərqlidir və hər kəs öz rolunu seçməkdə azad olur. Çox qəliz oldu bu. Çox qəliz oldu çünki zorakılığın özündə belə müsbət nələrsə axtarmaq düşünürəm ki, hər insanın bacara biləcəyi bir şey deyil. Çünki əllə xüsusda zorakılığa məruz qalan tərəfin bacaracağı şey deyil. Çox təəssüf ki, adı yadımda deyil, amma bir ara çox üzə çıxmışdı o məsələ ki, övladının qatilini qadın bağışlayır və ikisi də çox belə həqiqətən təsirli səhnədir. Onların zehin olaraq hansı belə deyək səviyyəyə gəlib çıxdığını biz kənardan bilə bilmərik. Amma belə şeyləri mən bəzən araşdırmışam, oxumuşam və orada qadının hansı səviyyədə bu həyatı, strukturu anlaması lazım oldu ki, onu orada bağışlaya bilsin və cinayətkarın da o dəyişimi yaşaması nəyin nəticəsi oldu və bir bağışlama nəticəsində onun zehnində nələr baş verdi. O tamam başqa bir belə deyək səviyyədə baş verən bir şeydir. Ona görə də normalda biz səhv bildiyimiz, aqressiv bildiyimiz hamısı bir yerdə sevilməyən uşaqlardır. Təbii ki, böyüklər olurlar ya vəhşi, ya aqressiv, ya zoraki insanlar olurlar və bu da cəmiyyətə də özünə də problem yaradır. Və bunun da təbii ki qarşılığında biz sevgi ilə bunu müalicə edə bilmirik. Çünki artıq o qəlibləşib, o rolun içinə girib artıq. Amma uşaqlıqdan bəri biz bunu başa düşsək, cəmiyyəti fərqli cür formalaşdırsaq, bunun qarşısını alma ehtimalımız çox daha fərqli olur. Planetin terapiyaya ehtiyacı var. Elə bir neçə gün bundan qabaq sosial şəbəkələrdə yayılan bir xəbər var idi. Çox üzücü xəbər idi əslində ki, 41 yaşlı bir ana öz kiçik körpəsini, 2 aylıq körpəsini dənizə atır. Nə bilim, həyat yoldaşından 3 günlük, hətta 2 aylıq da deyil, 3 günlük körpəsini dənizə atmışdı. Nə bilim, həyat yoldaşından ayrılıblar. Həyat yoldaşı deyib ki, yox, uşaq məndən deyil, DNT testi istəyib və s. və daxil. İşin məğzi nədir ki, o ana hansı psixoloji vəziyyətdə, hansı durumda, nəyin təsir altında olub bu hərəkətləri eləyib, yəni öz övladına qıya bilmək, ələxsus ana olaraq, yəni tutaq ki, atalarda deyirlər ki, atalıq instinkti sonradan gəlir, amma analıq instinkti doğuşdan, hətta o hamiləlik dönəmindən başlayır insan oyanmağa. Bəli. Burada bir nüans var ki, uşaq təzə doğanda ananın psixikası çox daha həssas olur. Ona görə ora təsir eləmək daha asandır əslində. Amma ümumiyyətlə, cəmiyyətdə mən düşünürəm ki, belə bir test olmalıdır ki, o testdən keçə biləndən sonra ona ana olmağa icazə versinlər. Çünki nə qadınlar ana olmağa, nə kişilər ata olmağa hazır olmadan valideyn olduqlarına görə cəmiyyətimizdə problemlər çox daha artıqdır. Amma o qadına gəlsək, təbii ki, burada bir neçə fərqli qadın nə qədər analıq instinkti olsa belə, əgər o kişini əldə saxlamaq üçün uşaq dünyaya gətirirsə və yaxud da ki, nəyisə sübut eləmək üçün dünyaya gətirirsə və yaxud da ki, ailənin içində nəyisə dəyişdirmək üçün uşağı alət kimi istifadə edirsə və o alət işə yaramadısa, təbii ki, belə bir şey eləmə ehtimalı olur. Amma psixikanın pozulma ehtimalında nəzərə almağımız normaldır təbii ki, fərqli səbəblərdən ola bilər. Ümumiyyətlə, bu xəbər, deyək ki, dövriyyəsində çox ürəyi sıxan xəbərlər olur və bu cəmiyyətin əfsuslar olsun ki, bir çox hallarda güzgüsüdür aldığımız xəbərlər. Necəsə bu cəmiyyəti sağlamlaşdırmaq üçün addımlar atılmalıdır. Bu da müvafiq qurumların öhdəsinə daha çox düşür, müvafiq ekspertlərin daha çox öhdəsinə düşür. Bugünkü müzakirəmizə gəlincə çox şeydən danışırıq. Çünki studiyamızın qonağı Coachdur, Zümrüd Əsədova bizləndir. Suallarınız varsa ünvanlayın ya da mənim suallarıma cavab verin. Bilmək istəyirəm ki, siz motivasiyanızı necə qoruyursunuz? Hər gün enerji qalmaq üçün hansı üsuldan istifadə eləyirsinizsə, mütləq qaydada onu bizlə də bölüşün. Qaldığı yerdən davam edirik.
Qaldığı yerdən davam edirik. Dinləyicilərimizdən yazan da var bizə. 77-95 bizə deyir ki, Zümrüd xanım, mən fərqi yoxdur. Qışdır, yaydır, sıxılan kimi ayaqyalın otun üstündə gəzirəm. Bəxtəvər ot da tapır qışın günündə çıxmağa. Hər halda həyət evində qalır və evinin qabağında o qazon sahəsi var. Belə başa düşdüm. Çünki Eləsi var, parkda da eynisini eləyir, görmüşəm. eynisini eləyirlər. Halaldır. Yəni onu eləyə bilirlərsə, qış, yay bu vərdişini ayaqda saxlaya bilən insanlar eşq olsun, alqışlayırıq buradan. Qaldı ki, bizim mövzuya, müzakirəyə dinləyicilərimizdən biri də deyir ki, mən motivasiyam yoxdur, amma işimi görməliyəm. Bu halda məhsuldarlığı artırmaq üçün ilk addım nə olmalıdır? Motivasiyam yoxdur, işi görməliyəm də, məndən asılı deyil. Neynəsin? Birinci mesaja demək istəyirəm ki, onunla bağlı torpaqdan enerji almaq eyni şəkildə həmən günəşdir, havadır, meyvədir və ayağın torpaqda olması, əllərin, ayaqların torpaqda olması eyni şəkildə insan enerjisinə çox yaxşı təsir edir. Təbiətlə nə qədər əlaqədə çox oluruqsa, bilin ki, enerjiniz o qədər yaxşıdır. Təcili nəsə eləmək istəyirsinizsə, bir 5-10 dəqiqə havada gəzsəz, artıq sizin məhsuldarlığınız artmağa başlayacaq. Qaldı ki, ikinci suala. Əgər ki, nəyisə etməliyiksə, amma daxili strukturumuz bu dəqiqə buna qətiyyən hazır deyilsə... Mallı məlilər ən sevmədiyim şeydir, amma nə etməlidir? Bəli, özümüzü kiraya verməliyik. O necə olur? O necə olur? Hissiyat olaraq başa düşməliyik ki, tutaq ki, mənim bədənim, mənim zehnim, tutaq ki, bu hesabatı hazırlaya bilir. Və mən bu dəqiqə strukturumu bu maliyyə hesabatı üçün istifadə edəcəm. Amma burada mənim emosional və yaxud da ki, hər hansısa zehni, düşüncə və s. başqa tərəfdən iştirak etməyimə ehtiyac yoxdur. Həvəsdir, maraqdır, bunlara ehtiyac yoxdur. Mən sadəcə bunu bacarıram və bunu edirəm. Və necə ki, bu bacarığımı sadəcə kiraya verirəm. Çünki onsuz da onun qarşılığında siz ödəniş alırsınız və maaş alırsınız. Düzdür? Bilmirəm. O bacarığı, yəni belə Vadim Zelandın texnikasıdır. Deyib, çox belə gördünüz, çətinə düşdünüz, sadəcə olaraq özünüzü kiraya verin. Həmən, çünki aylıq onsuz da siz hər hansı bir iş görürsünüz və onun qarşısında bəlli bir pul alırsınız, belə deyək. Və o bacarıqlarınızı sadəcə orada istifadə edirsiniz. Sizin orada emosional iştirakınıza ehtiyac yoxdur. Əgər emosional həmin anda iştirak etməyə hazır deyilsinizsə, sadəcə olaraq biraz emosiyası soyuq davranıb bacarıqlarınızdan istifadə etməklə məşğul olun. Bu bir müddət sonra bacarıq halına gəlsə ki, mən emosional ehtiyac yoxdur burada iştirak edim, sadəcə bacarığımdan istifadə etməklə pul qazana bilirəm, insanlar daha rahat işləyə bilir. Əvvəllər belə korporativ mühitdə işləyəndə, səhər-səhər işə gələndə bəzi iş yoldaşlarımız vardı. Üzünə baxanda görürdün ki, onun ruhu bu dəqiqə öz yatağındadır, balışıq ucaqlayıb yatıb. Bəli. Amma fiziki olaraq cəsədi deməyim, vücudu buradadır. O formada deyirsiniz də, yanaşsınlar məsələyə. Əgər elə bir şey varsa... Bəli, ruhu özü üçün orada istirahət eləyə bilər və yaxud da ki, ruhu özü üçün mahnıya qulaq asa bilər. Onu eləyə bilsələr nə yaxşı olardı. Doğrudan da xoşunuza gəlməyən mühitlərdə sizin ruhunuzu hara göndərə bilərdiniz, harasa ürəyin istəyən təbiət qoyuna göndərib, özünüzsə vücud olaraq, cismani olaraq həmin mühitdə qala bilərdiniz. Burada maraqlısı odur ki, insan əslində istər xoşbəxtlik duyğusu olsun, istər sevinç duyğusu olsun, bu bəlli bir duyğudur. Yəni, əslində heç bir şeydən asılı deyil. Biz əgər onu içimizdə oyatmağı öyrəniriksə, yəni heç nədən asılı olmayaraq həqiqətən də onu eləmək olur. Ondan sonra bizə çox rahat olur. Biz artıq bilirik ki, mənim ehtiyacım yoxdur bu dəqiqə, mən bu maliyyə hesabatından xoşbəxt olum da. Yəni, mən zaten içimdə yaxşıyam. Sadəcə olaraq bacarığımdan istifadə edirəm ki, özümə sonra nələrisə yaşadım. Qaynaq özümüzü. Yenə də o məsələyə qayıdırıq ki, hər şeyin qaynağı bizik. Özümüzdən dost olaq. Belə deyək. Dost demiş, dost çevrəsi, iş mühiti, ailə dəstəyi, insan motivasiyasının güclənməsində və ya zəifləməsində, yəni sosial dairənin rolu nə qədərdir? Maksimal dərəcədə çoxdur. Yəni biz ətrafımızdakı insanların belə deyə yaratdığı bir insana dönüşürük. Ona görə də ətrafımızdakı insanlara fikir verməliyik. Çünki nəticədə biz onların hamısının toplumu olacağıq. Buradan valideynlərə səslənirik, çağırış eləyirik. Övladlarınızı xalqın uşaqlarından müqayisə eləməyin. Övladlarınızı sən pissən, sən ağladın, sən pis uşaqsan və bunun kimi xoşa gəlməz ifadələrlə adlandırmayın, xitablara ünvanlamayın. Nə bilim, bilmirəm. Yəni əslində məncə uşaqlıqdan başlayır bir çox şey. Ümumiyyətlə insanın təməli, o təməl daşları, bünövrəsi başlayır uşaqlıqdan. Və əfsuslar olsun ki,
bizim coğrafiyada bayaqki məsələyə qayıdıraq ki, sertifikatlaşdırılmamış bir fəaliyyət növüdür, bir statusdur valideynlik. Bəli. Kim gəldi valideyn ola bilir? Özünü yetişdirə bilməyən, ümumiyyətlə cəmiyyətdə insan kimi, şəxsiyyət kimi, fərd kimi formalaşmamış o qədər insan bugün valideyndir. Və Başqa onların bir şəxsiyyət formalaşdırma Bəli. çalışır. Bəlkə də heç çalışmır, sadəcə olaraq nələrsə tələb edir. hədə gördüyünü göstərir. Yəni Bəli. aşıq gördüyün çalar misalı, öz gördüyünü göstərir, öz Bəli. gördüyünün ardını gətirir. Və burada bir nüans var. Bilmirəm, bəlkə də xoş gəlməz bu cümlə. Buyurun. Ailə insanın ən böyük dostu və ən böyük düşməni olur bəzən. Elədir. Çünki o həm sərhədlər qoyan, həm də eyni zamanda çox böyük fürsətlər verə bilən bir konstruksiyadır da, belə deyək. Ona görə də biz valideynin ən yaxşı bacaracağı, yəni edəcəyi davranışı olar ki, uşaqlara zaman-zaman heç olmasa azadlıq vermək ki, uşaq özü-özünü dərk edə bilsin, özü-özünü tanımağa vaxt vermək lazımdır. Yəni, məsəl üçün, valideyn musiqiçi olmayıb deyə uşaq məcbur musiqiçi olmalı deyil. Valideyn həkim ola bilməyib deyə uşaq məcburi həkim olmaq məcburiyyətində deyil. O vaxt baban qoymadı, mən yaxşı həkim olardım, indi mən sənə icazə verəm, get həkim ol. Bəli, amma mən istəmirəm, yəni. Niyə? Və burada artıq sən övladla heç bir sağlam münasibətdə olmursan, sadəcə özünün davamını yaşamaq istəyirsən, amma o uşaq sənin davamın deyil. O ayrıca bir fərddir. Amma qərb və şərq deyək ki, uşaq psixiatrlarının, psixoloqlarının yanaşmasında müəyyən fərqlər var. Yəni uşaq böyütməklə bağlı. Məsələn, qərbdə dediyiniz nümunələr daha çox ehkam kəsilibsə ki, uşağın fərdi inkişafı, özünə buraxmaq lazım filan, amma şərqdə məsələn ələxsus Çindir, Yaponiyadır, uzaq şərq ölkələri nəzərdə tutulan. Burada daha çox övladının güclü tərəflərini öyrən, amma disiplinini qoru. Yəni uşaqlıqdan təməlini qoy. Özünə yetəcəyi vərdişlərini formalaşdırdı. Bilmirəm, burada ailə seçkilikdirmi, yoxsa bu ortaq cəhətdirmi? Əslində, gəlin biraz diqqətlə baxaq, görəcək ki, uşaqlar çərçivənin nə olduğunu bilmədiklərinə görə çox daha təhlükəli həyat yaşaya bilərlər. Ona görə də onlar təhlükənin nə olduğunu başa düşənə qədər onlara bəlli bir çərçivələrə qoyulmalıdır. Onlar o çərçivənin daxilində həyatı tam başa düşəndən sonra yavaş-yavaş onlar o çərçivəni özü dağıtmağını mümkünlüyünü sadəcə bilməlidir. Yəni sərhəd qoymaq, daha doğrusu sərbəst böyümək heç də çərçivəsiz böyümək demək deyil. Bəli. Bunu bilmək lazımdır. Və son zamanlarda populyardır, valideynlər coaching öyrənir, sırf valideyn coachingi ki, məsləhət vermək, ağıl vermək, məcburi yönəltmə deyil də doğru sualların verilməsi və enerjinin doğru şəkildə oyadılmasına dəstək olmaqdır. Çünki sual ilə biz daha çox yön verə bilirik bəzən, nəinki daha doğrusu dəstək verə bilirik, nəinki hər hansısa bir məsləhət. Çünki məsləhəti buradan dinləyirsən, oradan gedir. Çox maraqlıdır ki, biz bütün müzakirələrimizin yekununda gəlirik o uşaqlıqdan böyüdülmə tərzimizə gedib çıxırıq. Əslində çox geniş mövzudur. Birinci saatda mövzumuz yekunlaşır. Sizə təşəkkür edirəm, dəvəti qəbul ediniz, gəldiniz. Müzakirəmiz yekunlaşdı. Studiyamızın qonağı Coach Zümrüd Əsədova idi. İkinci saatımızda